Abi çox dadlıdır da, Allah haqqı çox dadlıdır. Məni and içməyə vadar eləyən məkan künəfəsi ilə məşhur olan Abantdır. Bu dəfə burada pizza və pidenin dadına baxdıq. Əsl pideni burada verirlər. Məşhur pizzeriyalarla müqayisə etməsək dadı normal idi. Mən Sezar pizzanı daha çox bəyəndim. Daha sonra qapalı burger və kalzonu yoxladıq. Bu boyda qapalı burger görmüşdünüz? Əslində burgerlə kalzon fərqli fast food növləri olsa da burada eyni xəmirlə hazırlanmışdı. Dadı normal, ölçüsü isə gözlədiyimdən daha böyük. Bunun bir dənəsi 2 nəfəri də doydurar. Pidelərdə isə ən çox bəyəndiyim məqam xəmirin çox nazik olmasıdır. Pizza və pideni burada təzəlikcə verməyə başlayıblar. İstəsəz yoxlaya bilərsiniz. Amma Abant mətbəxinin kralı təbii ki künəfəsidir. Bu türk şirniyyatının içiliyi özəl olaraq Türkiyədən gətirilir. Master Chef Elgün qardaşımız bu mövzuda fantastik işlər görür. Sobada künəfələrin paradını izlədikcə adam yemək üçün səbirsizlənir. Eşitdiyimə görə şəhərin ən ucqar nöqtələrindən də sırf künəfəyə görə bura gələnlər var. Vay 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 vay. Abi fıstıqlara bax. Bax bu üstü və içi bol fıstıqlı künəfədir. 2 nəfərlik sayılır, qiyməti 18 manatdır. Sərfəli olsun deyə künəfəni set kimi də götürə bilərsiniz. Bax bu 2 nəfərlik setdir. Meyvəsi, fıstığı, südü, stəkanla çayı və orijinal künəfəsi ilə verilir. Oo, gözəlliyə bax. Qiyməti 19.50-dir. Məkanda servis haqqı var. Amma bu videodan gəldiyinizi desəz, sizdən servis haqqı almayacaqlar. Künəfə sevirsinizsə, buranı mütləq yadda saxlayın.